Sənin özündən xatun şikayət eləyirdi afaqın verilişindəki. Bütün sosialda yayıldı. Ki, bu adam mənə ancaq məsləhət verir, yorur. Yerinə pul versin. Yerinə kartıma pul atsın. Nə qədər pul atdın? Vaxtında atmışıq da, indi toyda, bayramda eləmişik. Yəni ki, bir-birimizə həmişə diqqətimiz olub. Xatun mənim sənət dostum olmağından da bərabər, həyatda da bəzi hərəkətləri olub ki, həqiqətən mən onu ona görə çox istəmişəm. Amma həqiqətən orada ona gəldi belə, o söz gəldi dedi. Birdən oldu, sən də tutuldun, afaqa buradan salamlar onun verilişində. Belə gəldi ona dedi və mən əslində dedim, elə düz deyirdi oradan. Bax, heç kimə ehtiyac yoxdur məsləhət. Yox, sən durduq yerdə məsləhət versin, yox, səndən soruşurlar. Biz bir-birimizə, bax, məsələn, xatun mənə zəng eləyər, məsələn, biz başqa şeyə görə zəng eləyər. Sən mənə yığarsan, Salə başqa bir məqama görə. Biz həmən dəqiqə bir-birimizlə sağollaşa bilmərik ki, kanka kapatıyorum, eləyə bilmərik axı. Biz danışırıq da. Sən kapat, mən kapat. Sən kapat, mən kapat. Biz danışırıq da bir-birimizlə. Deyir, haradasan, hardan gəlirsən? Deyir, əşi, getmişdim filan yerə, mahnımı belə oldu, belə oldu. Filan aranjmançıya mahnı verdim, o mənim mahnımı gecikdirdi, pulumu əvvəldən alıb, istəmirəm o mənlə işləsin, pulumu geri istəyirəm və s. Belə mübahisələr olur da, indi hamıda olur da. O arada, o sırada bizim yaradıcı bir-birimizə məsləhətlərimiz ola bilər. Məsələn, biz uzağa getmə, bu yaxınlarda bir tədbirdə idik, Gəncədə bir dostumuzun ailəsində salamlayıram, Gəncəli Vüqar qardaşımı salamlayıram, ailəsində gözəl gündür, bütün sənət dostlarımız oradaydı. Damla da oradaydı. Biz bir yerdə oturduq, çörək yedik, danışdıq, güldük, vaxtımız vardı da. Orada mənim Damla dedi ki, Ceyhun, nə qədər ki, bax, belə sport, idmanla məşğulsan, özünə fikir verirsən, geyimlərin keçimdən baxıram, yaxşıdır. Çox fotosessiyalar elə, kliplər çox çəkdir. Belə bu işlər, bunu mən pis qəbul etmədim. Nə olar ki, Damla dedi. Mənə məsləhət elədi. Məsləhət verib sənə. Məsləhət verdi. İndi mən ona necə deyim ki, Damla məsləhət vermə, mənə pul verir. Yəni insandır da. Demə də, kartı var. Ürəyinə gəlir deyir də. Xatun kimi kartı var. Hansı şəraiti yaratmışdın ki, Damla sənə məsləhət verirdi? Bundan görsən yaxşı aparıcı olar. Sən niyə aparıcı olursun? Yox, biz bilirsən. Mən yerimi bilən yoxdur. Bir dənə söz deyim. Mən demədim, qardaş. Samir, bir dənə sənə söz deyim. Kiməsə nəyisə demək, etiraf etmək, sözü demək, hər dəfə qəbul. Bax, gördün nə dedi? Dedi, sən hansı şəraiti yaratmışdın ki, Damla sənə məsləhət verdi? Amma mən onu elə qəbul eləmirəm. Xatun da elə qəbul edir. Deməli, qadına, xanıma məsləhət vermək, fikirləşməlisən. Sən xanıma məsləhət verirsən. Yaxşı, Xatunun o gəldi, efirdə sənə elə bir söz dedi, o yayıldı, hər yerdə qarşıva çıxdı, kimlərsə mütləq ki, səni zəng vurdu və s. və ilaxır. Bu sənə heç xətrə dəymədi? Ki, Xatun niyə orada onu dedi, mənim özümə deyə bilər? Bilsən niyə xətrimə dəymədi? Mən o verilişdə Xatunla bir yerdə, indi Vüsalə mənim nəsə bir söz isə xətrimə dəysə, mən Vüsalədə günah görməyəcəm, gözümdə görəcəm. Çünki mən gəlmişəm bura. Yanındaydı, sözü var idi, bir-birini orada deyərdilər. Orada deyərdim da, mən cavabımızı aldım. Samir, bilirsən, Samir dərin adamdır da, o başqa fikir var. Mənə deməyin, mən onu dərin tanıyıram. Yəni ki, məsələn, indi bu günləri hər adama məsləhət vermək olmur da. İndi Vüsalə nə məsləhət verirəm, nə kənardan izləyir mənim danışığımı. Mən deyir ki, bu nə məsələm də. İndi görün, indi o qədər belə adamlar var ki.